Salam əziz tələbələr. Deməli, bizim mövzumuz ideal qaz qanunlarıdır. Və bu dərsi belə deyək, izah eləmək üçün bir mnemonik yaddaş tipindən istifadə edeyim. Uşaqlar, mnemonik yaddaş nədir? Saxta assosiasiyalar quraraq dərs öyrənmək. Yəni, dərsə aid olmayan assosiasiya birləşmə deməkdir. Birləşmələr edərək biz ideal qaz qanunlarını öyrənəcəyik. Yəni, indi ümid edək ki, bu metod sizə yararlı olacaq. Birinci addım, biz qaz qanunlarının minimum adını deyək. Bu Boyle-Marriott qanunudur. Boyle-Marriott qanunu. Yadda saxlamaq üçün son T-ya baxırsan, bu temperaturun sabit olduğu prosesdir. Buna deyirlər izotermik proses. Və Boyle-Marriott qanununda verilmiş kütləli halda P və V eynidir. Verilmiş kütləli, əziz tələbələrin, burada həmişə nə olacaq? M konstantdır. P və V üzr istəyirəm. Tərs mütənasib. Belə bir asılılıq var. P və V arasındakı asılılıq, buradakı asılılıq hiperboladır. Növbəti Gay-Lussac qanunudur. Bu bir nəfərdir. Orada iki nəfərdir. Bu proses təzyiq sabitdir. İzobarik prosesdir. İzobarik proses. Yenə də verilmiş kütləli üçün. Gay-Lussac qanununda da biz temperatur və həcm arasında asılılıq görürük. Bu asılılıq düz mütənasibdir. V və T arasındakı asılılıq düz mütənasibdir. Və üçüncü, sonuncu Charles qanunudur. Charles qanununda həcm sabitdir. Sözsüz ki, verilmiş kütlə ilə danışırıq. M bütün hallarda konstantdır. Buna deyirlər izoxorik proses. İzoxorik proses və izoxorik prosesdə P və T arasında asılılıq var, təzyiq və temperatur. Bu düz mütənasibdir. Əslində tələbələr bunu bilib və bir də Mendeleyev-Klapeyron tənliyini bilib, bu ideal qazın hal tənliyini bilib, PV bərabərdir nü-RT-ni. Məsələni bitirərdi. Lakin uşaqlar burada əziyyət çəkir. Ona görə də biz bir saxta assosiasiya quraq və elə öyrənək. İdeal qaz qanunlarını yadda saxlamaq üçün birinci biz bir ailə cədvəli çəkək. Bizdə, yəni burada ailə mafiyadır da, belə deyək. 3 ailə var. Bu ailələrin bir T, P, V. Bir ailənin başçısı T'dir, bir ailənin başçısı P'dir, bir ailənin başçısı V. Temperatur ailəsində olanlar, yəni əsas anlayışlar. Bunlar, bir daha təkrarlayıram, bütün hamısını biz hansı hal üçün baxacağıq? Verilmiş kütləli. Orta kinetik enerji. Temperaturun ailəsində var orta kvadratik sürət. Temperaturun ailəsində var U ilə işarə olunan daxili enerji. İdeal qazın daxili enerjisi. Bu üçüdür. P-nin ailəsində bir dənə təzyiq qüvvəsi var. V-nin də ailəsində
sıxlıq və konsentrasiya. Bu ailələri tanıyandan sonra tələbə birinci addım olaraq bilməlidir ki, ailənin başçısı sabitdirsə, bütün göstəricilər də o ailədə sabitdir. Necə yəni? Məsələn, biz Boyle-Marriott qanunu keçdik. İzotermik prosesdə birbaşa yadında saxlayırsan ki, T konstant olduğundan onun bütün ailə üzvləri də sabitdir. Yəni kinetik enerji, orta kvadratik sürət, daxili enerji, verilmiş kütləlini unutmuruq. Konstantdır. Ardından təzyiq qüvvəsi, sıxlıq, konsentrasiya öz aralarında düz. Onlar həcmlə tərs mütənasib. Baxmayaraq ki, rho n v-nin ailəsindəndir, çox satqın uşaqlardır, həmişə v-ni satırlar. Yəni bunu yadda saxlayın. Belə bir saxta bir. Bəli, bu olacaq izotermikdir. 2. Əziz tələbələr, sözsüz ki, siz bunları düsturla da öyrənə bilirsiniz də. Rho bərabərdir nəyə? M böl V. Əgər verilmiş kütləlidirsə, rho ilə V arasında tərs asılılıq var. Verilmiş kütləlidə say sabitdir. N bərabərdir N böl V. N ilə V arasında tərs asılılıq var. P bərabərdir nÜRT düsturundan. Buradan V-ni bu tərəfə atsaz, nÜRT böl nə? V. Yenə də necə asılıdır? Tərs asılıdır. Səndə təzyiq qüvvəsi nədir? P vurulsun Porsche'nin sahəsi. Bununla bu düz asılıdır. Yəni bu asılıqları düsturdan da görə bilirsən, ya da qısaca bunu əzbərləyirsən. Bir saxta assosiasiyalar qurmaq olur. İkinci proses Boyle-Marriottdan sonra deyir ki, Gay-Lussac. İzobarik prosesdə nə baş verir? Tələbə dərk edir ki, izobarik prosesdirsə P sabitdir. P sabitdirsə onun ailəsi də sabitdir. Yəni təzyiq qüvvəsi də sabitdir. Əvəzində temperatur, kinetik enerji, orta kvadratik sürətin kvadratı, daxili enerji, həcm düzdür. Onlar rho n ilə tərsdir. Fikir verin, rho n həmişə v-ni satır. Bu da oldu bizdə izobarik proses. Və bir dənə də V-yə baxırıq. Üçüncü, sonuncu. V sabit olanda biz buna deyik ki, izoxorik proses. İzoxorik prosesdə biz V-nin sabit olduğunu bilirik. Biz də deyik ki, ailə başçısı sabitsə, ailənin bütün göstəriciləri sabitdir. Deməli, rho da konstantdır. N də konstantdır verilmiş kütləli üçün. Əvəzində T, kinetik enerji, orta kvadratik sürətin kvadratı, daxil enerji, təzyiq qüvvəsi, fikir versin, hamısı düz mütənasib. Biz izotermik prosesi iki yerə bölə bilərik. İzotermiyi. Həcm artanda izotermikə genişlənmə deyə bilərik. Həcm artanda genişlənmə deyə bilərik. Həcm azalanda sıxılma deyə bilərik. İzotermik genişlənmə, izotermik sıxılma. İzobarik prosesdə, daha doğrusu birinci gəlin izoxoriki deyək. İzoxorikdə temperatur artırsa, temperatur artanda biz deyirik havalar nə edir? Qızır. Temperatur azalandasa havalar soyur. Deməli, izoxorik ola bilər qızma. İzoxorik ola bilər soyuma. İzobariki niyə sona saxladım? İzobarikdə T ilə V düz mütənasibdir. Burada eyni zamanda qızmadırsa həm də genişlənmədir. Bəli. Bir bölümden sonra ne yapacağız? Bir bölen. Konsentrasiya. İzobarik qızma genişlənmə ola bilər. Bu nə zamandır? Ya temperatur ya da həcm artsa.
İzobarik prosesdə TV eynidir. Yəni biri artsa o biri də artacaq. Və ya buradan bir tane yerləşdirək. Bəli, soyuma, sıxılma. Bu zaman temperatur azalıb, həcm də azalıb. Bu sxemi, bunu yadda saxla. Aha. Bunu yadda saxladınsa, istənilən qrafiki, yəni bu dərsə aid, oxuya biləcəksin. Dərhal fikir söyləyə biləcəksən ki, proses nədir, nə baş verir. Yəni, düstur görürsə, burada yazmadım, yalnız asılılıqlar yazdım. Bu hissədə. Məsələn, bir qrafikə baxaq. Yüngüldən başlayıram. Görürəm ki, TV qrafiki düz mütənasibdir. Düz mütənasibi hardan hiss edirəm? Uzantı hardan keçir? Sıfırdan keçir. Uzantı sıfırdan keçəndə bu düz mütənasibdir. T-də V-də nə edir? Artır. Yadıma salıram, əzbərləmişəm də. T ilə V hansı halda düz mütənasibdir? Görürəm, izobarik prosesdə. Bu adı olur izobarik. Oxa baxıram, T-də V-də nə edir? Artır. Bu izobarik qızma və ya izobarik genişlənmə. İki sözdən biri işlənəcək, ikisi birdən işlənməyəcək. Bu izobarik qızma genişlənmədir. Bir başqasına baxaq. Tutaq ki, bir başqasına baxırıq. Burada bir rho var. Burada bir T var. Belə bir asılılıq var. İndi sizdən başlayacağım yavaş-yavaş soruşmağa. Məsələn, bu qrafikə baxıram. Bu qrafikə baxan tələbə görür ki, bu qrafik rho-ya perpendikulardır. Hansına perpendikulardırsa o dəyişmir. Deməli, rho dəyişmədi. Rho kimin ailəsindən idi? V-nin ailəsindən idi. Onda V konstantdır. Bu izoxorik prosesdir. Temperatur artır. İzoxorik prosesdə rho ilə N konstantdır. Bax, burada da yazmışıq. Orada da dedi ki, eyni ailədəndirlər. Bu izoxorik qızmadır. Silək bu tərəfi. Qrafikləri çəkə-çəkə keçək. Yəni, ideal qaz qanunlarını ən rahat öyrənmə, ən sürətli öyrənmə yolu bir dənə bu balaca yeri bilməkdir. Bunu dəqiq əzbərlədin bir sxem kimi. Cızdın özün üçün. Vəssalam, nə düşür, düşsün oxuyacaqsın. Məsələn, P və V arasında hiperbolik asılılıq verilib. Tələbə, bunu da mən oxuyuram, vəssalam. Sonra siz. P və V arasında tərs mütənasib asılılıq. Baxıram, bu hansı prosesdə ola bilər? İzotermikdə P və V arasında tərs asılılıq var. Bu olur izotermik. İndi izotermik iki cür olur da, sıxılma və ya genişlənmə. Görürəm, həzm oxu bu tərəfədir, qrafikdə o tərəfədir. Deməli, bu izotermik genişlənmədir. Aha, indi kim hazırdırsa desin, ondan başlayaq. Kim hazırdırsa desin, ondan da başlayaq. Aha, bu qrafiki oxumaq tələb olur. Buyurun. İzotermik genişlənmə. Deməli, tələbəmiz deyir ki, izotermik genişlənmə. Cavab izotermik sıxılmadır. Aha. İndi tərs mütənasiblik var burada. İndi ona gəlib çıxacaq. Amma aşağı yuxarıdan da söhbət etməlidir. Niyə izotermik sıxılmadır? Birinci, izotermik də ona görə ki, T ilə V 90 əmələ gətirir, perpendikulardır. Bəs mən görürəm ki, P nə edir? Artır. İzotermik prosesdə P artması V-nin azalmasına gətirir. Sıxılma və genişlənmə nədən asılıdır? V-dən. P artıma gedibsə, V nəyə gedib? Azalmaya gedib. V azalmaya gedibsə, bunun adı nədir? Sıxılma. İzotermik sıxılma. Qrafikləri tələbə tam sərbəst oxumağı bacarmalıdır. Növbəti birini verək. Növbəti birini verək.
Kim hazırdır? Hər şeydə lövhədədir. Gözləyə 30 saniyə. Yenə də Genişleme. izotermik sıxılmadır. Yenə də eyni tələbələr cavab verir. Ay uzun saç qara gözlər. Niyə izotermikdir? Rho kimin ailəsindən idi? V-nin. Deməli V dəyişib. Ona perpendikularlıq yoxdur. P də dəyişib. Şübhə bir dənə temperaturadır. Görürəm ki, temperatur sabit olanda Rho və P düz asılıdır. Deməli proses izotermikdir. Sıxlıq azalır. Sıxlıq azalır. Üzrəm, sıxılma yazmışıq. Deməli sıxlıq azalırsa burada sıxılma olmayacaq. Nə olacaq? Genişlənmə olacaq. Hə, bunu amma tələbələrimizdən biri demişdi. Kim demişdi? Sən də yox. Hə, uşaqlar bilmir kim demişdi. Yaxşı. İndi deməli növbəti başqa birini deyək. Aha. Buyurun. Aha. Aha. Nə var ki burada belə? İzobarik soyuma sıxılmadır. Niyə? İndi tələbəmiz Tacəddin səhv deyərək uşaqlara deyir ki, gördünüz, səhv deyir. Aha. İzotermik deyən yerdə səni. Birinci bu nəyə perpendikulardır? P-yə. P. Hansı prosesdir? İzobarikdir. İzobarikdir. Və görürük ki, kinetik enerjinin oxu yuxarıdır, bu aşağıdır. Kinetik enerji nə edir? Azalır. Kinetik azalırsa, deməli temperatur da nə edir? Azalır. Deməli bu soyumadır. İzobarik soyuma, amma dedi ki, soyuma ilə də izobarik prosesdə sıxılma eyni adda gedir. Aha. Keçək növbəti birinə. Uşaqlar artıq cavablandırmağı öyrənmək lazım idi. Nümunə kifayət qədər çoxdur. Aha. Uşaqlar, izoxorik sıxılma olmur, amma soyma olur. Bu izoxorik soymadır. Hardan gördük prosesin izoxorik olduğunu? Rho'ya perpendikularlıq var. Rho V'nin ailəsindəndir. Rho konstantdır. V konstantdır. İzoxorikdir. Temperatur bu tərəfə gedir. Oxumuz bu tərəfə gedir. İzoxorik soymadır. Növbəti birinə baxaq. Ümid edək ki, aydındır. Növbəti biri. Deməli, deyək ki, burada kinetik enerjidir. Burada təzyiqdir. Buyurun. Aha. Hər şey lövhədə daşlı olur. İstənilən sualın cavabı oradadır. Hə. Yenə də izoxorik soymadır. Görürsən kinetik enerji temperaturun ailəsindəndir, dəyişir. Deməli bu deyil. P də deyil. Nə qaldı bizdə? Bir dənə V qaldı da izoxorikdir. Proses izoxorikdir.
kinetik enerji azalır, deməli temperatur da nə edir? Azalır. Bir daha deyirəm. Yalnız bu çərçivəni öyrənməklə istənilən qrafiki oxumaq olar. Bir də aydındır ki, məntiq lazımdır. İndi IQ səviyyəniz yerində olmalıdır ki, oxuyasınız. Vəssalam, dayanıraq.